Mənzillə təmin olunmaq bugün əsas sosial məsələlərdəndir. Azərbaycanda tətbiq olunan yaşayış maliyyəsi və mənzil təminatı alətləri vətəndaşların ev sahibi olmasını daha əlçatan edir. Son illərdə sosial mənzil fondunun genişləndirilməsi, güzəştli ipoteka mexanizmlərinin tətbiqi və həssas əhali qrupları üçün yaşayış komplekslərinin inşası bu sahədə atılan əsas addımlar sırasındadır. Dövlətin həyata keçirdiyi bu geniş miqyaslı islahatların real nəticələrini isə mənzil sahibi olan vətəndaşların sevinç dolu hekayələrində aydın görmək olar. 3 ildə artıq biz gördüyünüz bu mənzildə yaşayırıq. Biz yeni ailə həyatı quranda fikirləşdik necə bir rahat, asan formada mənzil əldə edə bilərik. Xəbər portalında müəyyən internet saytlarında araşdırma apardıq. Öz büdcəmizə uyğun olaraq necə mənzil edə bilərik. Baxdıq ki, bizim büdcəmizə və bizə uyğun olan satmaq öhdəliyindən kirayə mənzil mexanizmi daha bizim üçün səmərəli, sərfəlidir. Və ilkin olaraq müraciət etdik. Çox rahat, çox şəffaf şəkildə müraciət etdik, mənzilimizi əldə etdik. Heç bir ilkin ödəniş olmadan yalnız kirayə haqqını bir ilini əvvəlcədən ödəməklə bu mənzili əldə etdik. Mənzilin yerləşdiyi ünvan və digər quruluşu çox gözəl, bizi qane edən oldu və hal-hazırda da gördüyünüz mənzildə yaşayırıq. Evimiz 2 otaqlıdır, salonumuz böyük, mətbəximiz böyük, mənim üçün çox rahatdır. 2 dənə uşağım var, bir oğlum, bir qızım. Bağça yaxınlıqda, məktəb yaxınlıqda, market, piyada məsafəsində 5 dəqiqəlik məsafədir, yəni düşürdürəm. Oyun meydançası var. Bəzən qızımı bağçaya qoyuram, oğlum həyətdə oynayır oyun meydançasında. Çox rahat. 2 dənə sürət lifti var. Yaxın məsafədə olan bazar var. Burada ailənin yaşayışı üçün hər bir şərait var. Satmaq öhdəliyi ilə kirayə mexanizmi Azərbaycanda tətbiq edilən ən gənc yaşayış maliyyəsi alətidir. İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi bu mexanizmin cəmi 7 yaşı var. Qısa müddətdir kirayə mexanizmi fəaliyyət göstərməsinə baxmayaraq, artıq 9300-dən çox vətəndaşımız öz mənzil vəziyyətini yaxşılaşdıraraq mənzil sahibi olublar və mənzillərini təhvil alıblar və təkcə 2025-ci ildə 2813 kirayə müqaviləsi rəsmiləşdirilərək vətəndaşlara mənzilləri təhvil verilib və bu göstəricilər də 2024-cü ilin analoji göstəricisi ilə müqayisədə 50%-dən çoxdur. Və bu ilin ilk rübündə artıq 235 kirayə müqaviləsi rəsmiləşdirilib və bu ilin də sonuna qədər müqavilənin sayında artım gözlənilir. O bildirir ki, müasir standartlara cavab verən və tam təmirli kirayə mənzillərdən yararlananların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir. Təkcə 2025-ci ildə kirayə mənzil məqsədi ilə kirayə mənzil mexanizmi çərçivəsində 30 mindən çox elektron müraciət daxil olmuşdur. Bu günlərin kirayə mənzil mexanizmi uzunmüddətli şərtlərlə, yəni 25 il müddətinə müqavilə rəsmiləşdirilir və aylıq ödənişlər kirayə müqaviləsi müddətinin sonuna kimi dəyişməz olaraq qalır. Digər bir üstün cəhəti ondan ibarətdir ki, bugün kirayə mənzil mexanizmi vətəndaşların öz vəsaitlərin səmərəli şəkildə istifadəsinə imkan yaratmış olur. Azərbaycanda mənzil sahibi olmaq üçün müxtəlif mexanizmlər mövcuddur. İpoteka kreditləri, dövlətin güzəştli şərtləri, Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri, eləcə də tikinti şirkətlərinin təqdim etdiyi daxili kredit imkanları. Bəs vətəndaşlar bu imkanlar haqqında nə dərəcə məlumatlıdır? Biz özümüz kirayə mənzillərdən almışdıq evimizi. Ondan başqa Midanın evləri də var, sosial layihələr də var. Başqa bank kreditləri, bank ipotekaları var, dövlət ipotekaları var, güzəştli ipoteka var. Yəni bu növləri bilirik. Məlumatım var ki, belə güzəştli şərtlərlə verirlər vətəndaşlara, gənclərə. Düşünürəm ki, oradan almaq olar. Məsələn, Mida var, güzəştli şərtlərlə ala bilərik oradan evlər. Yəni, çox yaxşıdır məncə. Bu gənclər üçün də yaxşıdır. Banklardan ipoteka vardı. Dövlət qulluqçularına güzəştli ipotekalar vardı. Sonra daxili, belə deyim də, şirkətlərin daxili kreditləri vardı. Bunların hansınası istifadə edən tanışınız, yaxınınız varmı? Bəli, güzəştli ipotekadan. İpotekadan istifadə eləməklə əldə eləmək olar. Mida dediyimiz bir qurumdan istifadə eləmək olar. Bilirəm ki, müəllimlərə də ipoteka ilə belə kredit verirlər, amma istifadə eləməmişim. Çünki mənim bacım qızı da kimya-biologiya müəllimidir.
O da güzəştli kreditlərlə ev götürüb. Ən çox yayılan ipotekadır. Güzəştli nəsə evlər satılır şərtlərlə. Nəsə internet üzərindən olur o. Qeyd edək ki, Cənubi Qafqazda dövlətin birbaşa dəstəyi ilə ilk mütəşəkkil ipoteka kreditləşməsi sistemi məhz Azərbaycanda yaradılıb. Ölkə başçısının fərmanı ilə 2005-ci ildə yaradılan bu alət vasitəsilə indiyədək 59 minə yaxın vətəndaşa 4 milyard manata yaxın kredit verilib. Hazırda adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat. İllik faiz dərəcəsi 8%. Güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 min manat. Faiz dərəcəsi 4% təşkil edir. Son 10 ildə Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətdə Mənzil İnşaatı Dövlət Agentliyi mühüm rol oynayır. Agentliyin fəaliyyəti nəticəsində minlərlə ailə münasib qiymətə və əlverişli şərtlərlə yeni mənzillə təmin olunub. Ev almamışdan öncə biz təbii ki, maraqlanırdıq ipoteka ilə, amma büdcəmizə uyğun variant, yəni buraydı da ən uyğunu. Çünki burada ilkin ödəniş də az idi, 10% idi. Ona görə bu baxımdan bizim üçün çox əlverişli oldu. İpoteka faizi aşağıdır, 4%-dir, güzəştli ipotekadır. Evin dəyəri aşağıdır, bazar qiymətindən qeyd etdiyim kimi və ilkin ödəniş 10% oldu, yəni o da aşağı oldu. Burada ev sahibi olmaqla yanaşı biz yəni belə gözəl bir kompleksin sakini olduq və bu doğrudan da hər mənada gözəl kompleksdir. Çünki burada bütün infrastruktur var burada. Yəni bir gənc ailə üçün lazım olan hər şey var burada və hər şey piyada getmək olur da, yəni yaxınlıqdadır. Evimiz 2 otaqlıdır. Artıq biz gələndə mətbəx mebelimiz də var idi. Hər şey təmin olunmuşdu. Biz əvvəl kiraya qalırdıq. Sonra güzəştli ailə kimi Midadan, Yasamal filialından ev götürməyə qərar verdik. Bir övladım var, qız övladım. İndi hal-hazırda bağçadadır. Bağçada bizə çox yaxındır, həmçinin məktəbdə. Məktəbin yaxın olması mənim üçün əlverişlidir ki, gələcəkdə məsələn həyətdə oynayanda onu görə biləcəm, o qədər yaxında eyvandan məsələn görə bilirəm, bu çox yaxşıdır. Bağçada həmçinin hər şərait var bağçada. Kompleksimizdə hər şey mövcuddur, demək olar ki, istər bütün marketlər, apteklər. Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Cəmşid Əmirov qeyd edir ki, Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ilin aprel ayında Midanın yaradılması vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son dərəcə əhəmiyyətli bir addım olub. Agentlik Bakıda və regionlarda ümumilikdə 19 layihəyə başlayıb. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış çərçivəsində icra olunan layihələrdir. Bugünədək agentliyin layihələrindən ümumilikdə 11 mindən çox ailə mənzil əldə etmişdir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi də həyata keçirilir. Eyni zamanda müasir şəhərsalma prinsiplərinə uyğun nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiya təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunur. Mida rəsmisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə də geniş miqyaslı layihələr həyata keçirilir. Belə ki, Füzuli yaşayış kompleksində 846 mənzil, Cəbrayıl yaşayış kompleksində 712 mənzil inşa olunub. Xocalda isə 180 mənzildən ibarət 15 yaşayış binası əsaslı təmir edilib.
Azad edilmiş ərazilərdən söz düşmüşkən, Böyük Qayıdış proqramının icrası çətin şəraitdə yaşayan 10 minlərlə keçmiş məcburi köçkünün qısa müddətdə doğma yurtlarında mənzillə təmin edilməsinə imkan verib. Qürurla qeyd edə bilərik ki, Qarabağımızda, Şərqi Zəngəzurumuzda sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa, quruculuq işləri aparılır. Torpaqlarımız minalardan, digər patlamamış hərbi sursatlardan təmizlənir, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılır. Belə ki, bugünədək artıq 85 mindən çox soydaşımız Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb, müxtəlif sahələrdə fəaliyyət göstərir, təhsil alır. Və təbii ki, bu göstəriciyə məcburi öz doğma torpaqlarına qayıdan məcburi köçkünlərlə yanaşı, eyni zamanda müxtəlif bərpa, quruculuq layihələrində çalışan, həmçinin dövlət qurumlarının yenidən təsis edilmiş bölmələrində, şöbələrində çalışan soydaşlarımız da aiddir. Böyük Qayıdış salnaməsi artıq 41 yaşayış məntəqəsində başlanıb və təbii ki, növbəti aylarda, növbəti illərdə Böyük Qayıdışımızın coğrafi arealı daha da genişlənəcək və bu proses daha böyük vüsətlə davam etdiriləcək. Yeni mənzillərlə təmin olunmuşuq, gözəl şəraitimiz, hər şərait var. Çox pis günlər görmüşük. İndi şükür Allaha bax, gözəl evlər gəlmişəm yoxlamağa, görüm nə tərli şəraitləri. Elə gözəl şərait qurubdur ki, belə gözəl evlər, göz oxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış səviyyəsinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bugünə qədər aparmamışlar. Ümumiyyətlə, Azərbaycan dövlətinin sosial siyasətində həssas əhali qruplarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi proqramlar şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və digər imtiyazlı kateqoriyaların rifahının yüksəldilməsinə xidmət edir. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən hər zaman əhalinin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət göstərilir. Cənab Prezidentin göstərişlərinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri mənzil və fərdi ev təminatı həyata keçirilir. Ötən dövrdə Vətən müharibəsindən sonra bu proqram 5 dəfədən artıq genişləndirilmişdir və Vətən müharibəsindən sonra postmüharibə dövründə 7200 bu cür imtiyazlı şəxsə mənzil və fərdi ev verilmişdir. Ümumilikdə isə Ulu Öndər tərəfindən əsası qoyulmuş bu sosial dəstək proqramları nəticəsində 16 mindən çox imtiyazlı şəxs mənzil və fərdi evlə əhatə olunmuşdur. Bu proqram, sosial dəstək tədbiri paytaxtımızla yanaşı regionlarda da paralel icra olunur. Bütün bu fəaliyyətlərin elmi və şəhərsalma aspektindən qiymətləndirilməsi Azərbaycanın qlobal arenadakı mövqeyini daha da gücləndirir. Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov ölkənin mənzil və şəhərsalma modelinin qlobal çağırışlara cavab verdiyini qeyd edir. Ölkədə ümumi yaşayış mənzillərinə orta illik tələbat 4 milyon kvadrat metrdir. Bunun demək olar ki, təxminən 2,5 milyondan 3 milyona qədər demək hissəsi dövlət və kommersiya qurumları tərəfindən öz həllini tapır. Qalan hissəsi isə əhalinin öz vəsaiti hesabına öz həllini tapır. Və həmin o ipoteka və kredit zəmanət fondunun icra etdiyi layihələr və Mənzil İnşaat Dövlət Agentliyinin icra etdiyi layihələrə əlavə olaraq
həm də azad olunan ərazilərdə dövlət o istiqamətdə də demək mənzil fondunun genişləndirilməsi və köçkün və qaçqın hissəsi əhalinin mənzilə olan tələbatının təmin edilməsi istiqamətində bir layihələr icra olunur və bunlar hamısı təxminən ölkədə mənzilə olan tələbatın demək əsas hissəsini demək olar ki təmin edir. Bu da son nəticədə demək ölkədə, yəni əhali arasında əvvəllər mövcud olan, xüsusən də 90-cı illərdə formalaşan təbəqələşmə və demək sosial narazılıqların son nəticədə aradan qaldırılmasına və bu problemlərin həllinə yönəlmiş bir demək siyasət. Mən vurğulamaq istərdim ki, Azərbaycanda keçirilən həm dövlət tərəfindən, həm kommersiya qurumları tərəfindən keçirilən bax bu layihələr, icra edilən layihələr keçmiş Sovetlər respublikalarında demək olar ki, əgər 15 respublika arasında sıralama ilə düşsək, ikinci ya üçüncü mövqedədir. Və bəzən bir çoxunun təəccübü ilə rastlaşırıq ki, bizdə 4%-ə qədər, yəni dövlət maliyyələşdirməsi yolu ilə mənzil əlçatanlığı məsələsi təmin olunur. Yəni kommersiya 7-8%, amma demək sosial layihələr isə 4%. Və mən birmənalı deyərdim ki, həmin respublikalar arasında təxminən 2 respublikada belə bir layihələr icra olunur. Qalanlarında demək olar ki, icra olunmur. Yəni ən güzəştli layihələr birmənalı deyərdim ki, Azərbaycanda tətbiq olunur. Beləliklə, VUF 13 ərəfəsində Azərbaycanın mənzil təminatı sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq müstəvidə də aktuallıq qazanır. Müxtəlif ölkələrdə mənzil təminatı probleminin getdikcə dərinləşdiyi vaxt Azərbaycanın bu sahədə nümayiş etdirdiyi sistemli yanaşma xüsusi diqqət çəkir. Ölkədə həyata keçirilən sosial yönümlü proqramlar, güzəştli yaşayış maliyyəsi alətləri və müasir şəhərsalma yanaşmaları yalnız vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına deyil, həm də sosial bərabərliyin gücləndirilməsinə xidmət edir. Gülçin Cəmil, Mircavid Eminoğlu, Vüqar Xanlarov, Bəşir Əli, Report Az.